istəyirəm xəstəxanamızın təmirə getmək. Hə, əsaslı təmiri falan deyə bilərsiniz. Təcili yardım dedikdə nə başa düşürürsünüz? Köməyə ehtiyacı olan insanlara göstərilən ilkin yardım xidmətidir. Triyaj nədir? Xəstələrin anında yardım göstərmək üçün olan bir sistemdir. Gözləmələrə səbəb nə olur? Gözləməyə müxtəlif səbəblər olur. Təcili yardım həkimi pasiyenti necə qiymətləndirir? Ağırlıq dərəcəsinə görə. Hücum, təcil, iltiham. Bəli. Bunları necə idarə edirsiniz? Normal şəkildə izah edirik, amma görsək ki, həddini artıq keçir, başqa yollardan istifadə edirik, aklaşdırırıq. Sistemin düzgün işləməsi üçün cəmiyyətimizin üzərinə nə düşür? Belə verilişləri izləsinlər, təlimlənsinlər. Hər vaxtınız xeyir əziz izləyicilər, Can Həkimi verilişinin növbəti buraxışında xoş gördük sizləri. Bugün biz hər birimizin bir gün ehtiyac duya biləcəyi bir sistemdən danışacağıq, təcili yardım şöbəsindən. Bu şöbədə iş necə təşkil olunur? Niyə bəzən gözləməli oluruq? İlk kimə baxılır və nəyə əsasən? Elə bu suallara aydınlıq gətirmək üçün studiyamıza qonaq da dəvət etmişik. Qonağımız Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Təcili Tibbi Yardım Xəstəxanasının Təcili Yardım Şöbəsinin müdürü Elvina xanım Mansurzadədir. Elvina xanım, xoş gördük. Xoş gördük sizə. Çox sağ olun bizi diqqət yetirib bu verilişə dəvət elədiyiniz üçün. Doğrudan da Sumqayıt əhalisinin bu haqda təlimlənməyə ehtiyacları var. Təcili yardım dedikdə nə başa düşürürsünüz? Təcili tibbi yardım dedikdə hansısa bir hadisə nəticəsində zədə almış, hansısa bir xəstəlik nəticəsində köməyə ehtiyacı olan insanlara göstərilən ilkin yardım xidmətidir. Bu xidmət tək xəstəxana şəraitində deyil, hətta evdə, işdə, yolda da hamımızın başına gələ biləcək bir şeydir. Ona görə də elə belə verilişlərin olması təcili tibbi yardım hər adamın göstərə bilməli olduğu bir prosesdir. Ona görə təlimləndirdiyiniz üçün sizə bir daha təşəkkür edirəm insanlara. Hansı hallarda insanlar bu şöbəyə müraciət edirlər? Ağır hallarda, deyək ki, kəskin ağrılarda, ürək nahiyəsində olan kəskin ağrılarda, epigastral nahiyədə, qarın boşluğunda olan ağrılarda, travma, yaralanmalar, zəhərlənmələr, kəskin allergik reaksiyalarda bizə müraciət etmələri mütləqdir. Amma insanlarımız bəzən elə olur ki, yüngül hallardadır, yəni yüngül baş ağrısı, keçici baş ağrılarında. Elə sualı onun üzərinə gətirəcəyim ki, hər hansı bir ağrısı olan şəxs mütləq təcili yardıma müraciət etməlidir. Oynaqlarında ağrı, əzələ sistemində ağrı, belə hallarda onlar yaşadığı ərazi üzrə ASM-lərə, yəni ailə sağlamlıq mərkəzlərində ailə həkimlərinə müraciət etmələri daha doğru olardı. Bəzən insanlar deyirlər ki, mən əvvəl gəlmişəm, amma məndən sonra gələnə baxın. Elə sualı bununla bağlıdır. Triyaj nədir? Triyaj sistemi xəstələrin anında yardım göstərmək üçün olan bir sistemdir. Fransız sözündən götürülüb çeşidləmə deməkdir mənası, qruplaşdırma deməkdir. Zonaya ayrılır. Birinci zona qırmızı zona dediyimiz zonadır ki, orada xəstələr ilkin müdaxiləyə ehtiyacı olan, təcili, yəni yardıma ehtiyacı olan xəstələr yerləşdirilir, onlara ilk yardım göstərilir. Xəstə stabilləşdikdən sonra reanimasiya şöbəsi ya ixtisaslaşmış şöbələrə köçürülür həmin xəstələr. İkinci zona sarı zona dediyimiz zonadır ki, orada xəstələr də ağır xəstələr olur, lakin təcili yardıma ehtiyacı olmur. Onlar minimum 2 saatdan maksimum 6-8 saata qədər həkim nəzarətində qalırlar. Onlara yardım olunur, ondan sonra həkim konsultasiyaları olunur, məsləhət verilir, ya stasionara yatışa verilir, ya ambulator müalicəyə göndərilir. Üçüncü yaşıl otaqdır ki, oradakı xəstələr, yəni gözləyə bilən xəstələrdir. Orada həkim baxır, məsləhətini verir və evinə yol salınır. Bir də bəzi hallarda qara zona dediyimiz zona da var ki, o kütləvi hadisələr baş verəndə, hansı ki artıq müdaxilə üçün gec olan xəstələr, xəstə deməyək, orada yerləşdirilir. Sizcə bu sistem ədalətlidir? Çox ədalətlidir. Yəni əvvəlki sistemlə bu icbari tibbi sığorta gələndən sonra təbii bərpa olunandan sonra doğrudan da həkimlərimizin işi çox yüngülləşib. Həm həkimlərin, həm də əhalinin işi çox rahat olur. Bəzən vətəndaşlar tərəfindən ən çox verilən suallardan biri budur. Niyə biz bu qədər gözləməliyik?
Gözləmələrə səbəb nə olur? Gözləməyə müxtəlif səbəblər olur. Xəstələr düzgün müraciət etməyəndə, yəni yüngül xəstədir, keçici bir ağrı ilə gəlir təcili yardıma, ASM-ə getmək əvəzinə təcili yardım şöbəsinə müraciət edir və bu da xəstələrin sayının çox olmasına gətirib çıxarır ki, bu zamanda həkim yəni məcbur olur ki, əvvəlcə öndə ən ağır xəstələr, ondan sonra o dediyimiz yüngül xəstələri baxmaq məcburiyyətində olur. Bəzən insanların həyatını xilas etmək üçün həkimlər hansı qərarı verməli olur? Yəni burada emosiyalar deyil, təbii ki, tibbi prioritetlər əsasdır. Eləmi? Bəli, əlbəttə. Həkimlər onsuz da bizim xəstəxanada, yəni Sumqayıt üzrə adından da məlum olduğu kimi təcili tibbi yardım xəstəxanasının təcili tibbi yardım şöbəsi ən öndə olan şöbədir. Burada bütün xəstələr gəldikcə, yəni fərq eləmir. Zaten təcili yerində qərar verilməlidir. Çünki hər saniyənin öz hökmü var deyək də belə. Ona görə həkimlərimiz hamısı orada ani qərar vermək məcburiyyətindədirlər. Yəni Məsələn, şöbənin iş fəaliyyəti necə təşkil olunub, neçə kollektiviniz neçə nəfərdən ibarətdir? Ən çox müraciətlər təbii ki, böyük belə deyək, çətin bir şöbədir. Adından göründüyü kimi təkcə yəqin ki, Sumqayıt ərazisindən deyil, ətraf ərazilərdən də, şimal bölgəsindən də, daha yaxın ərazilərdən də, Abşeron bölgəsindən də bura müraciətlər olur. Yəni ən çox bu hadisələrlə bağlı, yol nəqliyyat hadisələrlə bağlı müraciətlərimiz daha çox olur. Hər cür müraciətlər olur. Travma ilə, arterial təzyiqin kəskin enməsi, kəskin qalxması, koma vəziyyətində qanaxma, travma dediyimiz kimi zədələ olan xəstələr müraciət edir. Yəni çox xəstə müraciət edir. Əlbəttə ki, burada da İşin təşkili biraz önəmlidir, bəli. Onu bizim yəni şöbəmizdə də oradan da yəni işçilərimizin hamısı təcrübəli işçilərdir. Yəni bacarırlar. Mən belə düşünürəm ki, bacarırlar. Bu işin öhdəsindən gələ bilirlər. Belə deyək, nə zaman poliklinikaya, nə zaman təxirə salınmaz, nə zaman təcili yardıma getmək lazımdır. Ağır hallarda, kəskin ağrılarda, kəskin qarın boşluğu ağrısında, qanaxmalarda, sınıqla müraciət edən, zəhərlənmə, allergik reaksiyalar, arterial təzyiqin kəskin enməsi, qalxması, şok vəziyyətində bu xəstələr mütləq ya təcili tibbi yardım stansiyasına müraciət edir, onların köməkliyi ilə gətirilir, ya da özləri müraciət edir. Lakin dediyim kimi yüngül keçici ağrılar, bel, diş, baş ağrılarıdır, oynaq ağrılarıdır, əzəl ağrılarıdır. Bu xəstələr məsləhətdir ki, ASM-lərə müraciət eləsinlər. Həkimə bəzən bir neçə dəqiqə ərzində həyati qərarlar vermək düşür. Təcili yardım həkimi pasiyenti necə qiymətləndirir? Ağırlıq dərəcəsinə görə, ağrının... Yəni hansı suallar, hansı testlər ola bilər? Əsas həkim üçün önəmli olan birinci xəstənin anamnezidir. Bu anamnezi toplamaq üçün həkim doğrudan da xəstəni dinləməyi bacarmalıdır. Xəstə gördükdə ki, həkim onu doğrudan da diqqətlə dinləyir, ona diqqət yetirir. O zaman xəstə həm psixoloji rahat olur, həm də bizim göstərdiyimiz yardımların effektini biz görə bilirik. Həkimlər ona görə də yəni bizim tibbdə deyildiyi kimi anamnez diaqnozun 70-80%-ni təşkil edir. Gəlir hər tərəfli, düzdür bizə müraciət edən xəstələr bəzən bizim işimizi çətinliyə salırlar, anamnezi dolğun düzgün vermirlər. Cinayəti gizlədən hallar olur. Yəni onda biz təcrübəmizə əsaslanaraq bəzən onu özümüz aşkar edə bilirik. Yəni bu düzgün deyil, yoxsa bizi istiqamətimizi dəyişmək istəyir. Buna görə də yəni o qərar vermək o həkimin təcrübəsindən çox. Ən kritik qərar anınız olub? Çox olub. Yəni belə məsələn birini danışa bilərəm. Bir xəstəmiz olmuşdu, iş yerindən gətirilmişdi. Orada xadimə vəzifəsində işləyirdi. Xəstənin halı yəni çox zəif, arterial təzyiq aşağı idi. Dedilər ki, bizə məlumat verdilər ki, qidalanmayıb, ona görə bu vəziyyətdədir. Mən qıraqdan müşahidə edəndə gördüm bu əlini cibinə aparır, tez-tez cibindən möhkəm yapışıb. Nəsə şübhəli gəldi mənə. Get-gedə xəstənin halı pisləşdi. Əlin cibini dedim ki, bir baxaq görə bunun üstündə nəyi var, üzərində. Açdıqda cibində bir intihar məktubu tapdıq.
Və orada yazılmışdı ki, mən özümü intihar edirəm, küllü miqdarda dərman qəbul eləmişəm. Yəni həmin an biz kritik qərarımızı verdik. Yəni ona qədər, yəni onu biz hiss eləməsəydik, yəni bilə də bilməzdik ki, o dərman içib. Çünki bizi istiqamətimizi dəyişirdi. Həmin xəstəni xilas etdiniz. Bəli. Təcili yardımlar göstərildi və Bakı Toksikologiya Mərkəzinə göndərildi. Təcili yardım şöbəsi həm də psixoloji cəhətdən çox gərgin bir məkandır. Həkimlər və tibb bacıları bu stresi necə idarə edirlər? Oradan da yəni bizim şöbə çox gərgin, stresli işdir. Mən tibb bacılarımla mütəmadi işdən kənarda görüşürük. Yəni onların elmini açıram ki, yəni işdə bu gərginliyi aradan götürmək üçün. Bəzən xəstə adamları ən çox bizi gərginləşdirir. Yəni xəstəni məsələn uzun müddət evdə saxlayır, həkimə aparmırlar. Xəstə ağırlaşandan sonra gətirirlər və orada 3-5 dəqiqə ərzində bizdən nəticə gözləyirlər. Əlbəttə ki, bu nəticəni əldə etmək üçün xəstə laborator instrumental müayinələrdən keçir, onların cavabı gözlənilir, sonra ixtisaslaşmış həkim konsultasiyası olur, diaqnoz dəqiqləşdirilir. Bu bir müddəti alır. Amma xəstə adamları yəni doğrudan da bizim işçilərin üzərinə çox gedirlər. Mən onu deyəcəydim, hücum, təzyiq, ittiham. Bəli. Bunları necə idarə edirsiniz? Bunların idarə etməsi əvvəl yəni normal şəkildə izah edirik, amma görsək ki, yox da, həddini artıq keçir. Bu zaman başqa yollardan istifadə edirik, aktlaşdırırıq, daha hüquqi çərçivədə həll etməyə çalışırıq. Bəzən insanlar təzyiqim var deyə gəlib təcili yardım şöbələrinə müraciət edirlər. Ümumiyyətlə bu nə dərəcədə uyğundur, doğrudurmu? Ora müraciət etməlidirmi, yoxsa nə etməlidirlər? Yox, yəni elə xəstələr, məsələn, mütəmadi dərman qəbul etməli olan xəstələr var ki, həmin dərmanını qəbul etmir və ona görə təcili tibbi yardıma müraciət edir. Yəni bu insanlar maariflənməlidirlər ki, yəni hər xırda bir problemə görə təcili tibbi yardım şöbəsinə müraciət etmələri düzgün deyil. Yəni onu özləri həyat tərzini özləri qurmalıdırlar. Yəni bu dərman hər gün içilməlidir. Məsələn, bəzən bizə şəkər xəstələri şəkərlərini nizamlamırlar. Yəni vaxtında pəhrizlərini gözləmirlər, qidalanmasına fikir vermirlər, dərmanlarını qəbul etmirlər. Yəni belə xəstələr doğrudan da yəni bizi yorurlar deyə, belə deyək. Bəzən yolda, evdə, işdə qəzalar baş verir, hansısa bir təcili tibbi yardıma ehtiyacı olan xəstələr olur ki, insanlar bilmədən, düşünmədən onları, məsələn, yolda avtoqəza olur, həmin xəstəni qoyub maşına gətirirlər xəstəxanaya. Bu düzgün deyil. Həmin xəstələri tərpətmək olmaz. Onu bəzən tərpədib, əksinə onu xəstəni daha da böyük ziyan vura bilirlər. Yəni sınıqla olan, qanaxma ilə olan xəstələri. Yəni ən azından belə maarifləndirici verilişlərə baxsalar, ilkin yardımı öyrənsələr, yerində xəstəyə fərqli xəstəliklərdə fərqli yanaşmalar var. Onun ən vacib olanlarını ən azından bilsələr, o bizim üçün də rahat olar. Yəni biz də elədiyimiz yardım, müdaxiləmizin nəticəsi yaxşı olur. Doktor, tamaşaçılarımıza hansı tövsiyələri vermək istərdiniz? Əgər təcili yardıma düşüblərsə, hansı davranışlara diqqət etməlidirlər? Tamaşaçılarımıza bir söz deyə bilərəm ki, vaxtında həkimə müraciət etsinlər. Yəni bizim təcili tibbi yardım şöbəsinə qədərki müddəti düzgün qiymətləndirsinlər və bizi də başa düşsünlər ki, orada bizim işimiz gərgindir. Xəstə adamları xəstə ilə ünsiyyət qurmağa bəzən bizə görsə imkan vermirlər, şərait yaratmırlar. Belə şeylərə diqqət yetirsələr, hamı öz növbəsində xəstə müayinəsindən keçər və nəticəmiz də yaxşı olar. Və ən əsası sistemin düzgün işləməsi üçün cəmiyyətimizin üzərinə nə düşür? Cəmiyyətimizin üzərinə əlbəttə ki, belə verilişləri izləsinlər, təlimlənsinlər. Təbii ki, həkim olaraq da sizin bu il üçün hansısa bir hədəfiniz var? Bizim hədəfimiz əlbəttə ki, işimizi daha da inkişaf elətdirməkdir. Həkimlik belə bir peşədir ki, o passiv oturmamalıdır, hər gün inkişaf eləməlidir, müxtəlif təlimlərdə, konfranslarda iştirak eləməlidir. Mənim də əlbəttə ki, hədəfim odur ki, öz üzərində işləyib daha da yüksək bacarıqlara, biliklərə yiyələnmək və şöbəmizin çatışmazlıqlarını aradan götürüb inkişaf elətdirmək. Bizim bir ənənəvi sualımız da var. Hər bir qonağımıza veririk bu sualı. Bizə təklifiniz nədir?
Sizə xahişim deyək, yəni xahişim olardı ki, bir günlük təcili tibbi yardım şöbəmizin iş rejimini işıqlandırasınız. Hansısa bir həkimin gündəlik iş rejimini qiymətləndirmək barəsində. Təklifinizi nəzərə alaraq təşəkkür edirəm dəvətimizi Çox sağ olun. qəbul edib gəldiyinizə görə. Əziz tamaşaçılar, unutmayaq ki, təcili yardım şöbəsi həyatla ölüm arasında bir sipərdir. Orada çalışan hər bir həkim və tibb işçisi saniyələrlə yarışır. Hörmətli izləyicilər, xatırladım ki, qonağımız Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasının təcili yardım şöbəsinin müdiri Elmira xanım Mansurzadə idi. Elmira xanımla rəhbərlik etdiyi şöbənin fəaliyyətindən danışdıq. Əgər sizin də hər hansı bir həkimlə bağlı təklifləriniz varsa, paylaşımın şərh bölməsində qeyd edə bilərsiniz. Çalışın, sağlam olun.